10 yaşımacan mən təmiz, dilsiz bir adam idim də. Dindirəndə salam, sağ ol, vəsə. Albinizmdən dolayı eşitdiyin ən qəribə sual nə olub? Albinosdan sümüyü qızıldı. Deyirəm, mənə çıxartıb arada satıram, pulum olmayanda. Üzü üzümə baxır, belə deyir, sən qaranlıqda parıldayırsan. Deyim, keç söndür, işığı görək parıldayır. İnsanların sizə diqqətlə baxması qıcıqlandırırmı heç? Heç olub ki, bununla bağlı hansısa bir insanla problem yaşamısın? Məsələn, mən məkana girəndə, hansısa bir məkana girəndə o baxışlar ki, sənə tərəf çevrilir, o adama belə xoş təsir edir də. Valideyninizin ilk dəfə sizin albinos olduğunuzu öyrənəndə necə reaksiya veriblər? Soruşmusunuz heç bu haqda onlardan? Soruşmuşam, deyir, şoka düşmüşəm. Deyirəm, nöşün, deyir, nöşün ağa idin sən. Hansı yaşında və uşaqlıqda özünü dərk etdiyin artıq yaşlarda sən başa düşdün ki, sən digərlərindən fərqlisən? Məni bu yerlərə gətirən əlbəttə ki, mənfi rəylər oldu. Özüm kimi sevməyi, özümün ayaqlarımın üstə durmağı mənə mənfilər öyrətdi.